izləyicilər, biz bugün hardayıq? Ulu Nizami yurdundan, qədim Gəncədən, igidlər, qəhrəmanlar yetirən, qonaqpərvərlər diyarı olan Daşkəsən elinə bizim gənc yazarımız, dəyərli dostumuz, çox istedadlı dostumuz olan Etibar Həsənzadənin evində qonarıq. Ona görə bugün Etibarın evinə üz tutduq ki, Etibarın ürəyə qəlbi Azərbaycanla, vətənlə, Qarabağla döyünür. Etibarın ürəyi Polad Həşimovun varlığınla, onun adıyla döyünür. Ona görə ki, bugün 12 iyul Etibar qardaşımız bizi görüşə çağırdı ki, Polad Həşimovun 2020-ci ildə 12 iyulda şəhid olduğu gündür. Və bugün Etibarın qonağıyıq. Etibarı bugün qonaqların arasında Azərbaycanın qaziləri olacaq, veteranları olacaq, hərbiçiləri olacaq ki, bugün Etibarı xüsusi olaraq biz burada dinləyəcəyik. Etibar qardaşımın gördüyünüz kimi bir çox mükafatları, bir çox təltifnamələri var. Hansı ki, qardaş Türkiyədən belə Etibarın, mən deyərdim ki, 80, 100, 120 dənə mükafatı var, təltifnaməsi var, diplomları var. Bu bizim üçün böyük bir fəxirdir ki, Azərbaycanın bu cür oğulları var ki, biz onlarla fəxr etməliyik. Qarşıda gördüyünüz kimi, Etibarın 2020-ci ildə aprel döyüşləri başlayan andan etibarən Mən şəhid olacam ana adlı kitabı üz görüb. Ondan sonra 2023-cü ildə Etibar Həsənzadənin təqdimatında Vətən uğrunda kitabı ərsəyə gəlib. Və nəhayət 2025-ci ildə isə Etibar Həsənzadənin təqdimatında Zəfərlərə doğru kitab işi qızı görüb, ictimaiyyətə təqdim olunubdur. Hansı ki, bu gördüyünüz 3 kitab və eyni zamanda bu 3 kitabdan əlavə 8 kitab, 11 kitabın müəllifidir. Hər 11 kitabın hər biri qardaş Türkiyədə bir çox qurumlarda, bir çox idarələrdə dövlət müfəttişlərinin otağında yer alır. Bu biz Azərbaycanlılar üçün çox böyük fəxir yeridir. Etibar, sənə uğurlar arzulayıram. Yolun hər zaman açıq olsun, qələmin qüvvətli olsun, ürəyin, sinən necə ki vətənlə, torpaqla döyünür. Bundan sonra bir 50, 60 ildə vətənlə döyünsün inşallah. Sən yaz, biz oxucular da, jurnalistlər də, aparıcılar da sənin qələmindən bəhrələnək, sənin qələmini bütün dünyaya tanıdıq. Çox sağ olun, minnətlərim. Mən də öz növbəmdə bugün tədbirimi gözəl şəkildə aparacaq idarə edəcək olan aparıcımız Pərviz bəyə minnətlərimi bildirəcəm. Və ümid edirəm ki, bu 3 kitabın təqdimatı Pərviz bəyin idarə etməsiyle daha da uğurlu olacaq, daha da bir çox uğurlara imza atacaq inşallah. Var olun. Uğurların bol olsun. Mən sənə və sənin gözəl anana dərin təşəkkür edirəm ki, seçim edib bizi dəvət etmişsiniz. Bax, biz də sənin yanındayıq. Çox sağ olun. İnşallah. Bundan başqa Polad Həşimova da Allah'tan rəhmət diləyirəm. İnşallah. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Hər zaman yanınızdayıq inşallah. Azərbaycanımızı qoruyan igid əsgərlərimizi də Tanrı qorusun deyirik. Buradan da bu video münasibəti ilə, bu video vasitəsilə bütün Azərbaycan oğullarını ürəkdən salamlayırıq. Çünki videomuz inşallah Etibar Həsənzadənin şəxsi YouTube platformasında yerləşdiriləcək və bunu bütün Azərbaycan ictimaiyyəti izləyəcək, izləmədə qalır.
Sabahınız xeyir olsun əziz dostlar, dəyərli qonaqlar. Sizin hər birinizə əvvəla xoş gördük, xoş gəlmişsiniz. Bugün sizinlə birlikdə bu tədbiri bölüşmək, bu dəyərli masa ətrafında toplaşmaq bizim üçün də çox xoşdur. Bugün bilirsiniz ki, Etibar Həsənzadənin Qarabağ Azərbaycan layihəsi çərçivəsində hazırladığı gözəl layihə ilə bağlı fikirlərimizi bölüşmək üçün toplaşmışıq. Etibar Həsənzadənin görüşünə gəlmişik. Qeyd etmək istəyirəm ki, layihə çərçivəsində Etibar Həsənzadənin 3 kitabı işıq üzü görübdür. Hansı ki, ən sonuncu kitabımız Zəfərlərə Doğru olaraq sizə təqdim olundu və siz o kitabla yaxından tanış oldunuz. Digər kitabları da xüsusi olaraq təqdim edəcək sizə. Bugün görüşümüzdə olan qazi qardaşlarımızı, hansı ki, vaxtı ilə hərbidə xüsusi olaraq zəhmət hədər edən, xüsusi olaraq vuruşan, döyüşən oğullarımızla birlikdəyik və eyni zamanda vaxtı ilə hərbiyə öz ömrünü adayan, eyni ilə də xüsusi təyinatının əskəri olaraq öz övladını şəhid verən atamızla birlikdəyik. Mən sizi bir daha salamlayıram, xoş gəlmişsiniz, səfalar gətirmişsiniz. Etibar Həsənzadə bilirsiniz ki, bu kitabların hazırlanmasında, layihənin ərsəyə gəlməsində nə az nə çox 5 il əziyyət çəkib. 5 il ərzində Etibarın qarşısını almaq istəyənlər də olub. Hansı ki, bu layihənin ərsəyə gəlməsində Etibara maneçilik öyrətmək istəyənlər olsa belə, Etibar bütün bunlara baxmayaraq öz maddi imkanları ilə 5 il ərzində bu layihənin öhdəsindən gəlib və layiqincə layihəni bütün Azərbaycan ictimaiyyətinə, dünya ictimaiyyətinə təqdim edib ki, hansı ki, qardaş ölkə Türkiyədə buna çox böyük dayaq olub, dəstək olub. Vaxtı ilə başlayan layihə 12 nəfərlə başlasa da, sonradan bunun sayı 14 nəfərə çatıb və 14 nəfərdən sonra bu layihəni eşidən məktəblilər də bu layihəyə qoşulub, artıq layihənin, mən deyərdim ki, əziyyətini çəkən, yanında dayanan sayımız gəlib 100-ü belə keçibdir. Və xüsusi olaraq vurğulamaq istəyirəm ki, layihənin ərsəyə gəlməsində, başa çatmasında Etibarın yazdığı sözlərə, şeirlərə bizim bir çox əməkdar artistlərimiz, aktyorlarımız, aktrisalarımız, jurnalistlərimiz böyük dəstək göstərib, dayaq göstərib. Etibarın yazdığı sözlərə musiqilər bəstələnib. Onlar böyük dayaq dəstək olaraq vətənə bağlılığı, vətənə olan istəyi dilə gətirərək Etibarın sözlərinə bəstələnən ifaları xüsusi olaraq bizim əməkdar artistlərimiz səsləndiriblər. Bu böyük bir təşəbbüsdür. Çünki bizim Azərbaycan xalqı bilirsiniz ki, gənclərə dəstək olmağı sevir. Gənclərə dəstək olan millətimiz var olsun, millətimiz sağ olsun. Bugünkü gündə Etibarı tək qoymayan, yanında olan qazi qardaşlarımız, dostlarımız sağ olsunlar. Etibar sizdən çox ürək dolusu danışdı. Çox belə, necə deyim, təvazökarlıq etmədən sizin haqqınızda çox böyük, geniş məlumat verdi. İlham bəy sizin haqqınızda çox geniş şəkildə danışdı ki, bizim demək olar ki, qazi qardaşlarımız İlham bəyi bir ağsaqqal olaraq qəbul edirlər. O bizim igid qəhrəman atasıdır. Biz sizin qarşınızda baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bugün sizlə burada bu cür görüşürəm, amma növbət dəfə inşallah görüşəndə tam sağlam şəkildə görüşək inşallah. Allah o möcüzəni sizin üçün yaratsın. Azərbaycan səngərini qoruyan oğullarımız, qəhrəman oğullarımız var olsunlar. Başda Ali Baş Komandanımız olmaqla Azərbaycan əskərini mən xahiş edirəm bu tədbirdə gəlin bir ürəkdən alqışlayaq. Əskərlərimiz var olsun. Və bilirsiniz ki, 2020-ci ildə 12 iyul tarixində Tovuzda başlayan döyüşlərdən başladı bizim elə bu qəhrəmanlıq tariximiz, zəfər tariximiz. Və bugün burada hazırlanan süfrəni xüsusi olaraq Etibarın ailəsi hazırlayıb ki, bilirsiniz ki, 14 iyul tarixində bizim Həzi Aslanovdan sonra Azərbaycan xalqı igid qəhrəman oğlu, general oğlu Polad Həşimovu şəhid verdi. Və Polad Həşimov bilirsiniz ki, 15 iyul tarixində torpağa tapşırılıb, şəhidlik statusu ona verilib və o zirvəyə yüksəlibdi. Polad Həşimovun da eyni zamanda bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bugün hazırlanan süfrə edilməz Polad Həşimovun onunla birlikdə şəhid olan oğullarımızın ruhuna xitab olaraq hazırlanıb ki, ən azından çaylar içilsin və onların ruhuna burada bugün bir salvat belə olsa çevrilsin ki, onların ruhu şad olsun. Biz Etibarın ailəsinə dərin təşəkkür edirik. Və eyni zamanda xüsusi olaraq vurğulamaq istərdim ki, Etibarın bugün burada qonaqları var, bizim qazi qardaşlarımızı mən xüsusi olaraq vurğulayacağım. Gizir Arif qardaşımız bugün bizimlə birlikdədir, xoş gəlmişsiniz. Və həmçinin bizim Amin qardaşımız bizimlə birlikdədir, əskər
Qazimiz xoş gəlmisiniz. Eyni zamanda Rüfət qardaşımızı xüsusi olaraq salamlayırıq, bizim qazimizdir. Baş leytenant Ceyhun qardaşımızı salamlayırıq. Ceyhun qardaşımızın həmişə etibara böyük hörməti var. Etibarın bütün tədbirlərində qazilərin, şəhid ailələrinin bir araya gəlməsində Ceyhunun böyük zəhməti var. Buna görə sizə təşəkkür edirik. Və eyni zamanda Ceyhun qardaşımız, Bayramov Ceyhun qardaşımız, bizim qazimiz qonağımızdır. Hansı ki, bir daha qeyd edirəm, mən xüsusi təyinatının əskəri olaraq övladına vətən keşiyinə göndərən və onun şəhidlik zirvəsinə ucalmağına baxmayaraq, bugünkü gündə də özünün şücaətinlə, övladının şücaətinlə böyük fəxr edən İlham müəllim, sizi salamlayırıq, xoş gəlmişsiniz. Və eyni zamanda mənə çox toxundu bu nüans, hansı ki, Elşən müəllim bugün bizim qonağımızdır. 2020-ci ildə başlayan döyüşlərdə Murovdan Kəlbəcərə və eyni zamanda Füzulidən bir çox şəhərlərimizə qazilər, yaralılar, şəhidlər gətirən, mən deyərdim canlı qəhrəmandır. Sizə təşəkkür edirik, xoş gəlmişsiniz, səfalar gətirmişsiniz. Mən istəyirəm, kiçik, qısa da olsa, etibar haqqında məlumat verim sizlərə. Həsənzadə Etibar Oqtayoğlu 7 iyun 1992-ci ildə Azərbaycan Respublikasının Daşkəsən şəhərində anadan olmuşdu. 2010-cu ildə Daşkəsən şəhər Anar Mürsəlov adına 2 saylı orta məktəb bitirmişdir. Etibarın bir çox mükafatları var, hansı ki mükafatları saymaqla bitməz. Yəni maşallah olsun, bir daha qeyd edəcəm, hansı ki Etibar hazırladığı layihəyə görə, hazırladığı bu gözəl kitablara görə qardaş Türkiyədən eyni anda 80 mükafatın sahibi olubdu, hansı ki Azərbaycanda ona 30-40 mükafat verilsə də, qardaş Türkiyə buna biganə yanaşmadan 80 mükafatı bizim Etibar qardaşımıza təqdim edib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. BDÖ İş İnsanları və Diplomatlar Birliyi Yüksək Sanat Konseyinin üzvüdür. Avrasiya Sanat, Kültür, Ədəbiyyat və Bilim Federasiyasının üzvüdür. Anadolu Sanatçı, Yazar və Ozanlar Birliyinin üzvüdür. Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyinin üzvüdür. Ankara Kültür, Sanat və Ədəbiyyat Dərnəyinin üzvüdür. Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin fəxri üzvüdür. İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvüdür. 11 kitabın müəllifidir. 2019-cu ilin may ayından prezident təqaüdçüsüdür. Azərbaycan, Türk və beynəlxalq antologiyalarda əsərləri yer alıb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən yaradıcılıq sayəsində əldə etdiyi nailiyyətlərə görə diplomlarla təltif olunub. Həm Azərbaycanın, həm də Türkiyənin bir çox birlik təşkilat və partiyaları tərəfindən müxtəlif mükafatlara layiq görülüb və nəhayət bu yaxınlarda Azərbaycan Qan Donorluğu İnkişaf Mərkəzinin idarə heyətinə də fəxri üzv olaraq qəbul olunubdur. Buna görə etibarı bir ürəkdən alqışlayırıq. Və əlimdə gördüyünüz kitablar nəhayət, hansı ki aprel döyüşləri başlayanda 2020-ci ildə Etibar Həsənzadə çox düşünür ki, yəni aprel döyüşləri bilirsiniz də 4 gün, 2016-cı ildə 4 gün çəkdi. Etibar nə qədər oturub düşünür ki, mən yəni bu 4 gün ərzində nə yazım? Mən 30 vərək, 40 vərək, 50 vərək kitaba nə sığdıra bilərəm axı? Nəhayət bu şəhidlərin arasından bir şəhidimizi seçib bizim, sizdə Emin aprel döyüşlərinin şəhidi idi. Hansı ki ailəsi ilə birlikdə Etibar Emin Bağırovun evinə yollanır. Onun anasının, atasının, doğmalarının şəxsi icazəsini alır ki, mən sizin övladınız barəsində kitabımı xüsusi olaraq hazırlamaq istəyirəm və bu gözəl təşəbbüsə də onun ailəsi çox yaxşı tərəfdən yanaşır və Etibara icazə verir ki, eləməz Emin qardaşımızın haqqında Etibar kitab hazırlasın. Mən şəhid olacam ana adlı kitabı ilk dəfə Etibar 2020-ci ildə çapa verir. Hansı bu kitabın içərisində Etibarın özünün topladığı xüsusi məlumatlar var. Eminin öz döyüş yoldaşlarının, aprel döyüşlərində iştirak edənlərin hər biri ilə xüsusi olaraq görüşüb, tək-tək məlumat toplayıb və Emin Bağırzadə haqqında Etibar kitabını 2020-ci ildə həyata keçirdib. Növbəti kitabı isə həm sizin Daşkəsən şəhidlərinin, eyni zamanda Daşkəsən qazilərinin haqqında kitabda çox böyük məlumat var, biz oxuduq və sizin Daşkəsənin 34 şəhidinin haqqında biz məlumat topladıq. Allah yenə deyirəm, bütün şəhidlərimizə rəhmət, onların ailələrinə böyük səbir versin. Etibarın Polad Həşimova olan sevgisi bizi özünə də heyran buraxdı. Hansı ki deyir, General Polad Həşimov mənim ürəyimin ən dərin hisslərindədir. Və onu qeyd edirəm ki, Polad Həşimov Daşkəsəndə xidmət göstərib. Polad Həşimovun haqqında siz Daşkəsənlər zaten
ürəkdən, könüldən danışırsınız. Amma Etibarın Xidmətdə olmuşuq. onunla birlikdə xidmətli olanlarımız da var, nə xoş sizə. Və Etibar Həsənzadənin burada kiçik də olsa çox məna daşıyan bir şeirini səsləndirmək istəyirəm. Bugün gözlənilməz xəbər yayıldı. General Həşimov şəhid olubdur. Şəhidlik yaraşır sən tək oğula, anında məkanın cənnət olubdur. Cənnət şəhidləri ayağa qalxın. Düzülün sıraya, general gəlir. Tanrı huzurunda yeri bəllidir, Hüseyin aşiqi, general gəlir. Ey qəhrəman ruhlar, başda mübariz. Qarşıla hörmətlə komandir gəlir. Göstərin məqamın böyük əskərin, cənnət gənclərinin vüqarı gəlir. Necə ki, Polad Həşimov burada əskərlərinə, hərbiçilərinə xüsusi dayaq olurdusa, bunu xüsusi olaraq Etibar vurğulayır ki, göstərin məqamın böyük əskərin, cənnət gənclərinin vüqarı gəlir. Biz ümidvarıq ki, şəhidlər bir aradadır. Şəhidlər cənnətin ən gözəl güşəsindədir. Elə generalımız da şəhidlərimizin yanında onlara arxa dayaqdır. Bir daha Polad Həşimovun ailəsinə, onun dəyərli anasına başsağlığı veririk. Güc-qüvvət Allah versin bütün şəhid analarına, şəhid atalarına. Şəhidlər olmasa Azərbaycan xalqı bugünkü gündə azad və firavan şəkildə yaşamazdı. Azad və firavan şəkildə bugünkü gündə övladlarını layiqli məktəbə yola salmazdı. Bizim elimizə, obamıza toy-büsat yaraşır. Allah bir daha müharibə göstərməsin, döyüş göstərməsin. Bizim döyüş meydanımız göstərdiyimiz tədbirlər olsun, konsertlər olsun. Biz də sizinlə birlikdə bax əlinizdə tutduğunuz, böyük fəxrlə geyindiyiniz qazi geyimində, sinənizdə daşıdığınız o medallarla sizlərlə konsertlərdə görüşək, tədbirlərdə görüşək. Allah heç vaxt qara buludlar göstərməsin Azərbaycanımıza. 2023-cü ildə Etibar Həsənzadə nəhayət Vətən uğrunda kitabını hazırlayır. Xüsusi olaraq Vətən uğrunda kitabının içərisində bir daha qeyd etmək istəyirəm ki, Daşkəsənin 34 şəhidi və eyni zamanda döyüşçüləri, veteranları, qaziləri yer alıbdır ki, bu gözəl təşəbbüsdür. Siz Daşkəsən cəmiyyəti Etibar Həsənzadə kimi bir yazarla nə qədər fəxr etsəniz, bir o qədər azdır. Etibara bir daha uğurlar arzu edirik bu yolda. Və nəhayət, görülən bütün işlərin ərsəyə gəlməsində, hansı ki Etibarın 2020-ci ildə başlatdığı, 2025-ci ildə o qədər əziyyət çəkməyinə baxmayaraq, böyük qürur hissi ilə, fəxr hissi ilə hazırladığı layihənin bariz nümunəsi olaraq 2025-ci ildə işıq üzü görən Zəfərlərə Doğru kitabı artıq ictimaiyyətə təqdim edilib. Mən bir daha xüsusi olaraq qeyd etmək istəyirəm ki, Zəfərlərə Doğru devizi altında olan kitabımız hal-hazırda qardaş Türkiyədə bir çox dövlət müfəttişlərinin, dövlət nümayəndələrinin, generalların, polkovniklərin, hərbi qulluqçuların otağında, rəfində xüsusi yer alır. Biz ona görə Azərbaycanlar fəxr etməliyik ki, bizim Etibar kimi oğlumuz var, zəfərlərə doğru addım atan igid qəhrəmanlarımız var. Siz qəhrəmanlar nə qədər addım atsanız, o addımı xüsusi olaraq işıqlandıracaq bizim Etibar Həsənzadəmiz var. Mən bir daha Etibara gürültülü alqışlar istəyəcəm. Hansı bir kitabın içərisində 2016-dan da yazılıb, 2020-dən də yazılıb, 2025-dən də yazılıb, qisas əməliyyatlarından da yazılıb, 1-ci Qarabağ müharibəsindən də, 2-ci Qarabağ müharibəsindən də geniş məlumat verilib, oxuyucu kütləsi bu kitabı oxuduqca ümidvarıq ki, döyüşçülər xüsusi olaraq mən qeyd etdim ki, hər biri yer alıblar və oxucular bu kitabların hər üçü ilə bir ayrıca, amma Zəfərlərə Doğru kitabı ilə yaxından tanış olsalar, Azərbaycanın geniş tarixi barəsində çox böyük məlumat toplayacaqlar və bir daha Azərbaycanlı olduqlarından fəxr edəcəklər. Mənim üçün bugün maraqlıdır, Etibarla bağlı sizin düşüncələriniz. Birinci səfərdə də Etibarla görüşürsünüz. Sizlə tədbir olur, siz Etibarla görüşürsünüz. Mən Etibara gələndə sual verim ki, bu qədər Qarabağla ürəyin döyünür, sinən Qarabağla döyünür, Polad Həşimovla nəfəs alır. Zəfərlərə doğru deyib, zəfər tariximizi kitablara almışsan. Bəs özün Qarabağ torpaqlarında olmuşsanmı? Dedi ki, yox, hələ ki olmamışam. Və mən bir aparıcı olaraq, bugün mən də sizin qonağınızam, Ulu Nizami yurdundan gəldim, Gəncədən gəlmişəm. Etibarın işığına toplanmış bugün hamımız. Mən sizdən xahiş edim bir aparıcı olaraq, çox qısa müddətdə, amma çox uzun olmadan Etibar üçün xüsusi şərait yaradılsın. Siz qazilərin də, onun ailəsinin də, anasının da, bizim də iştirakımızla Etibar bu kitabları əlində, sinəsində tutsun Qarabağda. Hər kəsə nümayiş elətdirsin. Şəxsən siz qardaşları təşkilatçı olarsınız, Ceyhun qardaşım, sizə üz tuturuq da, yəni bu
qardaşları bir araya gətirirsiniz. Şəhid atamız da dəstək olar. Daşkəsən Şəhid Ailələri Birliyi də dəstək olar. Etibar ən yaxın müddətdə inşallah Qarabağda xüsusi olaraq yer alır. Çox yazıçıların eləmədiyini etibar eləyibdir. Mən onu xüsusi olaraq bəli. Etibar vətənpərvər. Ona görə də etibarla Ona görə də fəxr ona böyük hörmətimiz var. Və burada Ulu Öndər Heydər Əliyevin siyasətinin təbliğində səmərəli fəaliyyətinə görə Həsənzadə Etibar Oqtayoğlu Ulu Öndərin 100 illiyinə həsr olunan silsilə tədbirlərlə bağlı Ulu Öndərin 100 illik medalı ilə də tərtib olunub. Bilirsiniz, medallar çox az saydadır Azərbaycanda, amma bu az saylı insanların sırasında Daşkəsəndə medalın olmağı böyük fəxridir Daşkəsənlilər üçün. Etibarın bu medalı bir ayrıca almışa layiqdir, mən belə başa düşürəm. Və digər medalımız və vəsiqəsi var. 8 noyabr Zəfər günü ilə bağlı yazar Etibar Həsənzadə Zəfər kollektivinin adından, Azərbəyin adından tərtib olunubdur. Medal və vəsiqə ilə biz Etibarı buna görə də bir ayrıca alqışlayırıq. Saymaqla bitməz, bir çox mükafatlar var və biz ümidvarıq ki, inşallah bu zəfərlərə doğru kitabın bizim Ali Baş Komandanımız, Cənab Prezidentimizin şəxsən masasının üzərində inşallah yer alar və sənə ən böyük mükafatı bizim Ali Baş Komandanımız, Cənab Prezidentimiz, necə ki Azərbaycanın, qazisinin, şəhid ailəsinin yanındadır. Qazisini, şəhid ailəsini çox sevən, gənc yazar olmağına baxmayaraq bir çox imzalara möhür qoyan Etibar Həsənzadənin də inşallah Ali Baş Komandanımız yanında olar və Zəfərlərə doğru kitabını oxuyar, yaxından tanış olar. Ən böyük mükafatı da elə Ali Baş Komandanımız Etibara inşallah ki, hədiyyə eləyər. Buradan biz üst tuturuq bütün Azərbaycan xalqına. Bilirsiniz ki, Etibarın YouTube-da çox geniş kütləyə malik olan platforması var, Etibarın xüsusi YouTube kanalı var və hazırlanan bu videomuz da YouTube-da xüsusi olaraq yerləşdiriləcək və inşallah ki, bugün burada biz 10 nəfərdə toplanıb bunu dinləyiriksə, yaxın müddətdə nəinki Azərbaycan, bütün dünya birliyi, biz ki, dünyanın hər yerində şairlər var, yazarlar var. Mən ümidvaram ki, inşallah bu video vasitəmiz bütün dünyaya duyurulacaq və Etibar Həsənzadəni bütün dünya şairləri, dünya yazıçıları qəbul edəcək, xoş qarşılayacaq. İnşallah bu ev dünyanın bütün şairlərinə, yazıçılarıyla, döyüşçülərinlə dolub daşacaq. Bir daha səni biz ümumi olaraq alqışlayırıq. Və mənim üçün maraqlıdır bu masa ətrafında əyləşən insanlar. Etibar Həsənzadənin gördüyü işlər sizə necə təəssürat bağışlayır? Əvəz olunmaz işlər. Mən indi istəyirəm ard-arda bu masanın ətrafında necə yer almışıqsa, elə sizdən başlayaq, gözəl insan. Mən sizə uğurlar arzulayıram. Qısa döyüş yolunu bilsin. Uğurlarınız Hə, bol olsun. onu bir soruşacaq. Uğurlarınız bol olsun. Sizə uğurlar arzulayıram. Uzun ömür, can sağlığı. Allah vətənimizi, əskərlərimizi, xalqımızı qorusun inşallah. Amin. Etibar qardaşım, yəni bu gənc yaşında bu gördüyü işləri, yəni bu əvəz olunmaz bir işlərdir. Yəni, bu yaşda o işi görmək özü böyük bir hünər tələb edir. Bəzi illərin yazıçıları var, akademiklər, alimlər heç belə bir proyektlər hazırlamayıb, belə işlər görməyib bəziləri də. Yəni, sağ olsun rayonumuzun da şəhidlərini, qazilərini, döyüşçülərini Türkiyədə, Azərbaycanda tanıtmağa, hər yerdə tanıtmağa, kitabları ilə nail olub. Ordumuzun zəfərlərini belə bir kitabında qeyd edib, bu bütün dünyaya yayılacaq. Onun özü böyük bir hünər, böyük bir işdir. Sağ olsun, buna görə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Allah var eləsin, qələmin həmişə iti olsun, yazarlı olsun. Amin. Allah arzularına çatdırsın. Amin. Mən də öz növbəmdə həqiqətən dərin təşəkkürümü bildirirəm ki, bugünkü gün bizim şəhidlərimizi, qazilərimizi unutmadı. Belə bir deyim var, deyir ki, şəhidlər qılılanda yox, unudulanda ölürlər. Bugünkü gün mən dərin təşəkkürümü bildirirəm ki, ən azından əlindən gələni, yəni bizlər üçün bu böyük bir şey oldu ki, bizim döyüşçülərimizi, şəhidlərimizi qardaş Türkiyə olsun, istər
Azərbaycanda olsun, tanıtmağı biz üçün daha sevindirici oldu. Daşkəsənli yazar kimi mən fəxr edirəm, həqiqətən də fəxr edirəm. Onun yazdıqları kitabı açıram, həqiqətən çox ürək açandır. Allah bir daha uğurlarını bol eləsin. Amin. Biz də baxaq, fəxr edək. Çox sağ ol. Siz sağ olun. Bu da sənin bir əziyyətindir ki, bizlər Sağ üçün. olun. Biz öndə əziyyət çəkdik, döyüşdük. Sən də bizim bugün o əziyyətimizi Bütün dünyaya Şuna bəyan yazar. ediyor. Bəli, Çox sağ olun. təmənnüm dünyaya göstərir. Amin bəy. Uğurların bol olsun qardaş. Əlbəttə ki, yəni arzularındır, bizim də arzumuzdur, oldu. Müharibədə hamımız gördük. Biz bugün bizi tanıtmaq əlbəttə ki, Ceyhun gözəl dedi ki, şəhidlər unudulanda ölür. Yəni sən bizim fəxrimizdir şəhidlərimiz. Bir hər nə qədər döyüşmüş, əziyyət çəkmişsə, ən yüzə zirvə şəhidlikdir. Unutmursan, hər yerdə tanıdırsan, bizi də, şəhidləri də, cəm döyüşənləri də uğurların bol olsun. Allah eləsin, nə arzuları var ona çatırsın. Amin inşallah. Amin. Amin inşallah. Buyurun Rüfət. Etibar qardaş, uğurlarınız sizin bol olsun. Həmişə səsiniz yüksək yerlərdən gəlsin. Çox sağ olun. Belə bir şey deyəm də indi. Çox insan bizi tanımır. Azərbaycan az bir yer deyil. Çox insan heç marağında olmur, fikirləşmir. Heç bizi yada salmır. Amma Etibar qardaş çox sağ olsun. Biz 2020-də bir dəfə yenə bu evdə olduq. Vətən uğrunda kitabından bizə təqdim elədi. Çox sağ olsun. Allah razı olsun. Amin. Uğurlar bol olsun Etibar qardaşım. Əsas uğurdur. Əsas can sağlığıdır. Biz Allahdan etibarə əvvəla can sağlığı. Bir də bundan da yanaşı Allah Bəli. biriyə də sağlam ömür versin ki, Bəli. daim Amin. etibarın yanındadır, Amin. etibara dəstəkdir, etibara köməkdir. Amin. Bir təşəkkürümü də şəxsən mən Anasını. Anasını. Arif bəy, sizi dinləyir. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı. Etibar qardaş, sənin bu xidmətində, bu uğurları diləyirəm sənə. Daimi bol uğurlarla qarşılaşasan. İnşallah bunu da ki, bu əziyyətimizin qarşısını Allah Taala qarşımıza çıxardacaq. Yəni bəxt dedi Ceyhun qardaş, yoldaşımız düz deyil. Bizi çox adam eşitmir. Birinci səfərdə də mən sizinlə yəni gəlmişəm, süfrənizin qırağında oturub sizinlə tanış olmuşam. Düz mən də bir gəlib elə deyək ki, mən də tanıtdırmışsınız kitabda. Mən də məlumat vermişəm. Bəzi orada da Allah ömür versin. Anamıza bir sual verdi. Mən telefonla danışanda ki, sən döyüşdə nə deyə bilərsən? Mən orada bir sual verdim. Mən dedim, onu danışdıqca bütün hər şey təzədən canlandırdım gözümdə. Mən orada çox çörək kəsdiyim oğlanlar dostumu itirdim o döyüşdə. Allah hamısına rəhmət. Hər birinə Allah rəhmət eləsin, qalanlarına can sağlığı. Yenə deyirəm, Allah xidmətində tutduğun bu uca məqamda Allah özü sənə kömək olsun. Amin. inşallah. Biz bəndələrin də kömək olar ki, sizə dəstək olaq, belə tədbirlərində iştirak edək. İnşallah bu bizim yazdığım gücümüz kitablar, nə çatır yanında. bu kitablar inşallah özü demək olar ki, Allahın köməkliyindən səni özü bütün dünyada, bizim qardaş ölkədə də demək olar ki, hər şey bir yerdə özü öz yazdığınızı, yazarınızı bəlli edəcək. Bir uzun ömür can sağlığı arzu edirəm. İnşallah. Çok sağ olun. Rica ederdik ki gazilerin dövüş yollarından da biraz bana Bizim çok hoş izleyicilerimize Bizim malumat çok hoş olur. versinler. Öz döyüş yolumuzdan. Sizdən Mən xidmətimin əksəriyyəti kəşfiyyat bölmələrində olub və son müharibə devrində isə mənə Daşkəsən Kəlbəcər istiqamətində xidmət düşdü və başlanan vətən müharibəsi düşmənin əks həmləsinin qarşısında almaq və Cənab Ali Baş Komandanın dəmir yumruq siyasəti altında başlanan müharibədə mən də iştirak etdim. Mənə də tapşırılan mövqelər var idi. O mövqeləri tapşırıq belə deyək, yerinə yetirdikdən sonra başqa bir istiqamətə yönəltdilər. Başqa bir istiqamət əvəzində, yəni xidmətim Daşkəsən Kəlbəcər istiqaməti. Və orada
ağır yaralanaraq tapşırıq yerinə yetirərkən ağır yaralanaraq, hətta güllə qalmışdı mənim ürəyimdə. Bir müddət, yəni Azərbaycanda onun çıxarılması ölüm belə bir halda deyirlər. Sağ olsun yenə dövlətimizi, dövlət başçımızı, onların sayəsindən həkimlər bizim əziyyətini unutmaq olmaz həkimlərimizin sayəsindən gülləm çıxarıldı ürəyimdən və qolum müasir protezlə təmin olunub. Hər iki ayağım güllə yarası. Nə deyim, bugünkü gün biz onu deyə bilərəm ki, Allah şəhidlərimizə rəhmət eləsin. Bütün döyüşçü qardaşlarımıza, yəni biz bugün qazi deyəndə sırf müharibəni tuturlar, yox. Ümumi döyüşdə döyüşən bugün veteranlarımızdır. Hamısı onlar qazi adlanır. Allah hər birinə uzun ömür versin, can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin, ailə baş komandanımızı qorusun. Bizim bu qardaşımız İlham qardaşı da mənlə bir yerdə xidmət edir. Mən hətta yaralı vəziyyətdə gələndə yanından keçdim. Və bir müddətdən sonra eşitdim ki, İlhamın oğlu da hələm döyüşdən iş verir, yəni sağlamlıqla bağlı xəbər yoxdur. Sağ olsun, əziyyət çəkdi, mənim yanıma da gəldilər o vəziyyətdə. Bəli, neynəyək? Bizim bugünkü gün güclərimizə düşən güc bu idi, bunu da yerinə yetirdik. Bugünkü gün mən çox qürurluyam ki, qalib ordunun zabiti olmuşam, qəhrəman xalqın döyüşçüsü olmuşam, bununla qürurlanıram və yerdə qalan canımla da həmişə vətənimin yanındayam. Həmişə vətən üçün nə lazımdır onu etməyə hazır. Tək ki, vətən sağ olsun. Çox sağ olun. Gəl, dostlardan. Maraqlanan sizə bir hadisə. Yanınızda, yəni şəhid olub, sizə ürəyinizdə olan hansısa bir sözü sizə çatdıran şəhidimizin. Bugün həqiqətən biz üçün, siz indi sağ olsun, hər biri özlərinin çətin, ağır bir müharibədə olan onu daha yaxşı bilir. Hər birinin özünün keşməkeşlə ağır döyüşləri olub. Prosto eləsi var ki, məsəl üçün burada bazıları danışanda onlar biraz özünə gələ bilmirlər. O məqsədə görə çoxları danışa bilmir. Bu, bayaq Arif qardaşım gözəl bir söz dedi. Çin-çinə xidmət etdiyim, bir yerdə belə oturub çay içdiyim dostlar, şəndə, çətin gündə, xoş gündə bir yerdə olduğum dostlar bu günlərim sənin yanında yoxdur. Bugün yoxdur, həqiqətən yanında. Mən tam səmimi deyirəm, baxmayaraq müharibədən 5 il keçib, mən bu dəqiqədə həmin o dostlarımın nömrələrini telefona silə bilmirəm. Çətin. Ən çətin məqam. Çox ən çətin Sən öyle məqam. zəng eləysən, aile adam götürüb nömrəni, deyirsən ki, filan kəsanı, filan kəs şəhid olur. Burada məsələn başqa yerdə döyüşən bir dostumdur, döyüşdən sonra zəng eləysən ki, görün bu nağəlini, götürür qardaş deyir, filan kəs deyir qardaşıdır, deyirsən bəs filan kəsanı, deyir şəhid olur. Bir də bir önəmli bir şey de deyim ki, bəli bugünkü gün biz bildiyimiz kimi aprel döyüşlərinin başlanma vaxtıdır. Bizim aprel döyüşləri 12 iyun Polatəşinin Tovuz döyüşlərinin başlanma vaxtıdır. Həqiqətən də Allah rəhmət eləsin, orada cəmi şəhidlərimizə, bizim xalqın ayağa qalxmağının, vətənpərvər ruhunda bu döyüşə qoşulmağının elə ən başlıcası Təsəvvür elə ki, biz Polat Həşimov, mən 10 xəttdə idim, Polat Həşimov şəhid olanda hər birimiz postda. Əskərdən tutduğun, zabit, fərq eləmir, hər kəs həqiqətən ağlayır. deməli, suda, o deyirik, suda batan saman çöpünə yapışar. Uşağın şəhid olduğunu təxmin bilirəm, amma tapa bilmirəm. Füzuli istiqamətində dostum var, orada döyüşür. Qardaşlardan Mahir Kaptan. Bunun nömrəsini yığmışam ki... O da şəhid oldu. Mən bunun nömrəsini yığmışam ki, Mahir bəlkə Füzuli istiqamətində şəhid olub da uşaq. Bundan bir xəbər alım.
Görürəm telefonda başqa səs. Götürdü, deyirəm, mən Mahir, nə varsa, nə var, nə yox, qardaşım, deyir ki, Mahir deyir, qardaş. Deyirəm, bəs Mahir hanı telefonuna verərdiniz də? Deyir ki, Mahir şəhid oldu. Mən uşağımı bundan soruşmaq istəyirəm, bu da şəhid oldu. Allah səbir versin. Allah bütün şəhid ailələrini başına Amin. baş əylə. Əllərindən öpürəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həqiqətən də onlar unudulmazdır. O döyüşən oğlanlarımızın, o qəhrəmanlıq göstərən igidlərimizin, bugün düzdür, çoxların heç bəlkə də adları çəkilmir. Amma həqiqətən də elə oğlanlarımız döyüşüb ki, bugün adı çəkilməməsinə baxmayaraq, onlar çox böyük şeylər edir. Allah onları var eləsin, ordumuzu qorusun, bir daha xalqımıza o günü qismət etməsin. Kim deyir ki, müharibə asandır, səhvdir. Heç bir doğma Asan qardaşına kömək deyil, eləyə bilmirsən. çətindir. Ən çətin andakı yanındakən səndən can istəyən bir qardaşa heç bir köməyin dəymir. Doğma qardaşın da olsa, eləyə bilmirsən. Müharibədə olmayan bilməz ki, müharibə nə Biri olur. var, oraya girəsən, avtomat olacaq, tərpənəsən, real deyirəm də, qabaq kim tərpənsə, real o vuracaq. Bir dənə də xoşbəxtlik var ki, biz şəhidlərimizin qanı yerdə qalmadı, döyüşçülərimizin əziyyəti yerdə qalmadı, torpaqlarımız işğaldan azad olundu, Bugün həqiqətən də biz həmin əraziləri Allahçıq, üzü ağ, gedib oraları ziyarət edirik. Çox şükür. Tək biz yox, xalqımız oranı ürəklə gedib ziyarət edir. Amin Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Amin Allah. Allah Gündə döyüşçü qardaşlarımızı var eləsin, ordumuzu qorusun, Cənab Ali Başkomandanımızı qorusun. Amin. Çox sağ olun. İqbal qardaşım, sənə də işində Uğurlar. uğurlar arzu edirəm. Hər zaman yaxşı bir nəticənin, yaxşı bir uğurların bizim sevincimizdir. Çox sağ olun. Çox sağ olun. Cənablarımıza Bayaq bir söz haqqınızı istəsiz ki, cəbhədə müharibə dövründə yadınızda qalan nə olub? Mən bir Bizim üçün maraq. təcili yardım sürücüsü olaraq mən sentyabrın 27-sində döyüş bölgəsinə yollanmışam. Təcili yardım sürücüsü olaraq. 15:30-da xəstəxanadan getmişəm. Oradan da getmişəm Zivlən istiqamətinə. Zivlən istiqamətindən bir dənə şəhid götürüb gətirmişəm. Palatqıya gətirdik, palatqıya yerləşdirdik, qoyduq. Ağrı uşağı deyil. Zəng gəldi. Zəng gələndə bunu heç kim risk edib bu telefonu aça bilmir. Orada bir leytenant idi, əskər idi, kimisə dedi, komandir, aç da, gör nə deyib. Dedi, siz mənə deyin, görün, mən o telefonu açım, nə deyim? Nə cavab verir? Bax, mən nə cavab verim, onun nə deyim o zəng eləyənə? Bax, Allah heç bir acı yaşatmasın bizim xalqımıza. Allah cənab prezidentimizi qorusun, xalqımızı, dövlətimizi qorusun. Xalqımız da bir oldu, bir yerdə torpaqlarımızı azad edir. Bugünkü gündə şəxsən mən fəxr edirəm ki, bizim torpaqlarımız azaddır. Sizə də uzun ömür, sağlıqlı, nailiyyətləriniz həmişə bol olsun. Uğurlarınız bol olsun. Bu şəhidlər haqqında, bu döyüşçülər haqqında çox kitablar yazmaq olar. Nə qədər Amma danışsa razı. mən bugünkü gün həqiqətən çox sevinirəm ki, Etibar qardaşım bu addımı atdı. Sağ olsun. Rayonlar Hər kim bax belə addımlar atıbsa, Allah hər birindən əməyin bəhrəsini Amin. versin. Amin. Uğurlarınız bol eləsin. Anasının əllərindən öpürəm sizin. Sağ olun, Allah köməyinizdə dursun ki, Etibar müəllim belə bir oğul böyüdürsünüz. Sağ olun. Mən Sağ olun. hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Ürəyinizi açdınız. Burada İlham müəllimin balası Şəhid Cabbarov Muraz İlham oğlu. 2000-ci il martın 7-sində mən həmin günün diqqətimi çəkən oldu. Mənim doğum gün martın 7-sindədir. Allah balanıza qəni-qəni rəhmət eləsin, səbir versin, yerdə qalan balalarınızı qorusun. 2000-ci il martın 7-sində Daşkəsən rayonunun Zaqala kəndində anadan olub, ailədə 5 qardaş olublar. Ailənin ilk övladı olan Muraz 5 qardaşın böyüyüdü. 2019-cu ildə Qazax Yolçular Kənd Tam Orta Məktəbini bitirib, elə həmin il iyulun 1-də Dövlət Sərhəd Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılıb. Ensali hərbi hissədə xüsusi təyinatlar qrupunda xidmətə başlayıb. Qısa müddət ərzində döyüş sirlərinə yiyələnib və bir çox silahlardan istifadə etməyi bacarıb.
Vətən müharibəsi başlayan gündən xidmət etdiyi hər bir hissənin tərkibində Ömər Aşıroğlu'ndan başlayaraq Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabr ayının 10-da düşmənin snayper gülləsi tuş gələrək qəhrəmancasına şəhid olub. Noyabrın 2-sində Daşkəsən rayon şəhidlər xiyabanında dəfn olunub. Yəni 20-22 gün sonra ailəsi Muraza qovuşub və mükafatlarını bildirmək istəyirəm. Vətən uğrunda medalı ilə təltif olunub, Cəsur döyüşçü medalı ilə təltif olunub, Füzulinin azad olunmasına görə medalı ilə təltif olunub, Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif olunub və 3-cü dərəcəli Rəşadət ordeninin sahibidir şəhidimiz. Bir daha Allah qarşısına baş şəhidimiz. edir. Amin. Eyni zamanda Murazın atası Çavuş Cabbarov İlham Müzəffəroğlu da 2-ci Qarabağ müharibəsinin iştirakçılarındandır. 1978-ci il fevralın 2-sində Gəncə şəhərində anadan olub. 1982-ci ildə ailəsi Daşkəsən rayonunun Zağala kəndinə köçüb. İlham bəy 1995-ci ildə Zağala kənd tam orta məktəbini bitirib. 1996-cı ildə iyulun 3-də həqiqi hərbi xidmətə çağırılıb. Ağdam rayonunda en sayılı hərbi hissədə minamyot heyət komandiri vəzifəsində xidmət edib. 1999-cu il yanvarın 1-də ordu sıralarından təxris olunub. 2014-cü ilədək müxtəlif işlərdə işləyib. 2014-cü ildə manqa komandiri vəzifəsində xidmətə başlayıb. Müharibə başlayandan Murovdağ, Kəlbəcər istiqamətində döyüşən hərbi hissənin tərkibində xidmət edib. Kəlbəcərin azad olunmasına görə medalı ilə də təltif olunub. Hər ailəyə nəsib olmur. Oğul da döyüşsün, ata da döyüşsün. Mənə bir nüans gəldi, çatdı ki, İlham bəy vurğulayıb ki, kaş oğlum yox, mən şəhid olardım. Sizin açdığınız süfrələrdə, təşkil etdiyiniz tədbirlərdə mənim oğul balam iştirak edərdi. Amma siz oğlunuzla nə qədər fəxr etsəz azdır. Yerdə qalan 4 balanıza uzun ömür, can sağlığı arzuluyuruq. Murazın ruhu hər zaman şad olsun. Sizin kimi atası var. Eyni müddətdə, eyni zamanda oğul başqa istiqamətdə döyüşsə də, ata digər istiqamətdə. Ürəyi oğlunla, qəlbi də vətənlə döyülən İlham bəyə mən çox xahiş edirəm. Möhtəşəm bir alqışlar gəlir. Hər oğlum deməli deyil ki, oğlu bir tərəfdə, atası bir tərəfdə döyüşsün. Məsələn, digər, burada bizim qazilərimiz var. Onların ailələri, biz bilirik ki, müharibə başlayanda nə qədər böyük həyəcan, stres keçirdiblər. Amma hər adamın cürəti çatmazdı, hünəri olmazdı ki, özü əlində silah döyüşən zaman digər tərəfdə balasının sağlamlığını düşünsün. Sizin çəkdiyinizi bəlkə də bir çox insan çəkməyib. Hətta yaralı vəziyyətdə yanıma gəlmişdi ki, oğlundan xəbərim Özü yoxdur. yaralı olula döyüşçülərə baş çəkib, döyüşçülərlə yaxından tanış olub, öz balasını axtara-axtara digər yaralıların xidmətində durubdu. Sizə bir ayrıca təşəkkür edirik. Mən sizi tanımağıma çox şad oldum. Bizim qürurumuzdur Muraz. Nəinki Daşkəsənin? Biz yəni Azərbaycanı hissələrə bölmək olmaz. Azərbaycan Azərbaycandır. Biz hamımız birik, hamımız millətik, hamımız da bir olmalıyıq. Biz bir olduğumuz sürəcə digər dövlətlər də bizim birliyimizə hər zaman hörmətlə yanaşacaq. Biz necə ki bütün dünyaya duyurduq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Necə ki Cənab Prezidentimiz, Ali Baş Komandanımız Ceyhun bəyin sözünə qüvvət olaraq dəmir yumruq devizini bütün dünyaya duyurur. Biz dəmir yumruğun ətrafında olan bir dövrəyik. Biz var olduqca dəmir yumruq da var olacaq, elimiz, obamız da var olacaq. Və bir nüansa toxunmaq istəyirəm. Bilirsiniz ki, Etibarın bütün işlərində, yazdığı kitablarında, etdiyi bütün tədbirlərdə, təqdimatlarda siz də vurğuladığınız kimi, bizim də vurğuladığımız kimi qardaş Türkiyə Etibarın çox yanındadır, ona çox böyük dəstək olur. Hansı ki, burada Daşkəsən olsun, Azərbaycanın istənilən hansısa bir bölgəsi olsun, Etibar tədbir təşkil etmək istəyəndə, bir kitab təqdimatı etmək istəyəndə onun bizdə müəyyən qurumlar var ki, məsələn, qarşısını almağa çalışırlar ki, bu etdiyimiz tədbirə aid olmaya bilər də, sən bu kitabı burada təqdim etməyə bilərsən, amma Etibarın bir dənə zənginə Türkiyədən generallar Azərbaycanla əlaqə saxlayırlar ki, Etibar bizim qardaşımızdır. Biz hər zaman Etibarın arxasındayıq. Yəni biz fəxr etməliyik ki, Etibarın arxasında ilə qardaş Türkiyədə var. Etibarın kitablarında Pakistan haqqında da geniş məlumatlar, hansı ki, Azərbaycanın döyüşləri zamanı Türkiyə, Pakistan, bir çox ölkələr bizə böyük dayaq oldu, amma Türkiyə ilə Pakistanın dayağı dəstəyi çox böyük oldu.
Biz buradan elə bu geniş var, məlumatlar geniş məlumatlar var kitablarda. Biz burada nə qədər danışsaq azdır. Oxuyucular alıb oxumalıdır bu kitabları, yaxından tanış olmalıdırlar. Etibarın yazdığı bu 3 kitab, bundan əlavə digər hansı ki hazırladığı 8 kitab, 11 kitab Azərbaycanın bütün kitabxanalarında yer almalıdır, satılmalıdır. Məktəblərdə xüsusi yer ayrılmalıdır etibar üçün. Çünki bizim vətən bizimdir, vətən Azərbaycanlılarındır. Azərbaycanlılar da böyük hörmət bəsləyir bu kitabların hər birini kitabxanalarında bərqərar etməlidirlər. Və Polad Həşimov necə ki 15-i iyulda torpağa tapşırılıbsa, bizim 15 Temmuzda da, yəni Türk deyimilə deyəcəm, 15 iyulda Türkiyədə böyük çevriliş nəticəsində bir çox türklərin şəhidləri oldu. Hansı ki o şəhidlərin də biz ruhunu anmalıyıq, ona görə anmalıyıq ki, qardaş Türkiyə deyilsə biz birik, həmrəyik, etibarın arxasında dayanan türk qardaşlarına görə də məxsus olaraq biz 15 iyul şəhidlərini, yəni 15 Temmuz şəhidlərini də bugün yad etməliyik, onların da ruhları qarşısında baş əyirik və Azərbaycanda böyük maraqla qarşılanan türk qardaşlığı, türk birliyi həmişə daim olsun. Mən necə vurguladımsa, Ali Baş Komandanımız etibara dəstək olsun. İnşallah növbəti Ali Baş Komandan Rəcəb Tayyip Ərdoğan olar ki, sənə dəstək olar, dayaq olar inşallah. Və Türkiyədə çox böyük izdihamla qarşılanan bu 15 Temmuz şəhidlərinin adına bilirsiniz ki, Türkiyədə 2 böyük köprü var idi, 3-cü böyük köprü də hazırlandı və hal-hazırda Boğazın 2 tərəfi birləşdirən Avropa yakasından Anadolu yakasını birləşdirən köprü də elə 15 Temmuz Şəhidlər Köprüsü adlanır. Bir daha bütün şəhidlərimizin, nəinki Azərbaycan, dünya şəhidlərinin qarşısında baş əyirik, bizim müsəlman şəhidlərimizin ruhu qarşısında baş əyirik, bizim şəhidlərimiz İmam Hüseyin davamçılarıdır və bugün toplandığımız bugünkü müqəddəs ayda elə şəhidlərimizin, İmam Hüseyin davamçılarının hər zaman ruhunun alındığı aydır, mənəvik ayındayıq. Bu aya xatir olaraq da biz etibara böyük Allahdan şəfa, gözəl sağlamlıq, onun anasına sağ can, indən sonra da bir 40 il, 50 il ömür arzu eləyək ki, etibar 50 dənə, 60 dənə kitabı yazsın, ərsəyə gətirsin. Anası da onun axtarışında, getdiyi bütün evlərdə, ocaqlarda yanında olsun. Sizə dərin təşəkkür edirik, çox sağ olun, var olun, qonaqpərvərliyiniz üçün. Biz səhər tezdən onların evinin qonağıyıq və o xanım bizə görə çox narahat olur ki, orada oturmayın, burada oturun, burada çay için, burada yemək yeyin. Sizə dərin təşəkkür edirik və Allah o günü nəsib eləsin, qismət olsun, etibara gəlin gətirəsiz. Bu gördüyünüz insanlar da sizin yanınızda olsunlar, etibarın sonunda iştirak eləsinlər. Bir daha kimin ürəyində nə arzusu, nə sözü varsa biz sizi dinləmək üçün buradayıq. Mən aparacağım, nə qədər desəz danışacağım çünki mənim sinəm onsuz da doludur. Nə qədər desək, onsuz da yetəsidir. Çox şey demək olar, təşəkkürümüzü bildirik. Etibara çox təşəkkür. Sən sözün dinləyək bizim iştirakçılarımızın. İlk öncə bütün qonaqlarımı salamlayıram və mənim dəvətimi qəbul edib gəldiyi üçün hər bir qonağımıza başda Elşən bəy olmaqla, İlham bəy olmaqla, Ceyhun bəy olmaqla bütün qazilərimizə minnətdarlığımı bildirirəm və xüsusilə Ceyhun bəyə təşəkkür edirəm ki, bugün qazilərlə məni bir araya gətirdi, təşkilatçılığına görə minnətdarlığımı bildirirəm ki, gözəl təşkilatçılıq etdi. Allah razı olsun və qeyd etmək istəyirəm ki, bugün mənim zəfərlərə doğru vətən uğrunda və mən şahid olacağım ana kitablarının tanıtımında qazilərimizin də öz rolu var, öz dəstəkləri var. Çünki qeyd edim ki, Vətən uğrunda adlı kitabın bir müəllifi mənimsə, digər müəllifi də bizim qazilərimizdir. Çünki onların danışdıqlarının əsasında bu kitab qələmə alındı, Daşkəsən döyüşçülərinin kitabı qələmə alındı və qeyd etmək istərdim ki, Zəfərlərə doğru kitabım da mənim Qarabağ Azərbaycandır layihə çərçivəsində yazdığım bütün əsərlərin tamamını əhatə edir və bu kitabda da milli qəhrəmanlarımıza, vətən müharibəsi qəhrəmanlarımıza geniş yer ayırmışam, onların tanıtımı haqqında geniş yazılar, məqalələr yer alır və bundan başqa qardaş Türkiyəmizə dair
Kardeş Türkiye'mizle dostluğumuza dair, kardeş Pakistan'la dostluğumuza dair makalalarım yer alır. Ve bundan başka qeyd etmek isterdim ki, kitapta Türkiye'mizin gururu, müdafiə sanayisinin gururu olan Selçuk Bayraktar Baykar Şirketi'nin teknik direktörü, Selçuk Bayraktar ve onun atası, dahi şəxsiyyət Özdemir Bayraktar hakkında ve Baykar Şirketi hakkında geniş makaleler yer alır ve çok büyük gurur hissi keçirirəm ki, bizim böyük zaferimizde, ki hansı ki bu zaferden yazmamak günah olardı, böyle böyük zaferi işıklandırmamak, elbette ki qazilərimizi, şəhidlərimizi tanıtmamaq bir yazar üçün böyük qəbahətdir. Mən də öz istəyimlə, öz gücümlə, öz imkanlarımla şəhidlərimizi, qazilərimizi tanıtdım və qürur hissi keçirirəm ki, Türkiyemizin gururu olan Selçuk Bayraktar ve başta Cumhurbaşkanımız İlham Əliyev ve Cumhurbaşkanı Recep Tayyip Erdoğan ve Pakistan'ın baş naziri Şahbaz Şerif Bey müharibə başlayan ilk andan bizim yanımızda oldular ve öz dəstəklərini ifadə ettiler. Ve qeyd edim ki, müharibə başlayan ilk dövrdən Selçuk Bayraktar öz teknoloji gücüyle, istehsal ettiği puanlarla, teknoloji teknikalarla müharibemize büyük destek verdi ve biz bayraktarların kömeğiyle, onların dronların, zarba dronlarının kömeğiyle ve onları idare eden ordumuzun, askerlerimizin gücü, şücaetiyle büyük galaba kazandık. Ve bu büyük galabaya göre bir daha hem Türkiye, hem Azərbaycan'a, hem Pakistan'a ve onların liderlerine, prezidentlerimize öz minnətdarlığımı bildirəm. Ve Selçuk Bayraktar'a da xüsusi salamlarımı çatdırıram ki, belə bir zəfərə imza atmağımızda bizə böyük dəstək oldu. Kardeş Türkiye'ye böyük salamlar olsun. Ve onların 15 Temmuz şəhidlərini də öz adımdan, komandamız adından ve bütün Azerbaycanlılar adından ve burada oturan qaziler adından saygı ve hürmetle bir daha anırım. Allah öbürüne rahmet eylesin. Allah generalımız Polat Həşimovu ailesine can sağlığı versin, generalımıza kanı rahmet eylesin. Ve ben çok sevinirim ki generalımız hakkında 2 poemaya imza atmışam. 2 poema kalem almışam ve kitaplarımda onun dövüş yolunu geniş işıklandırabilmişim. Minnətdaram herkes. Çok sağ olun. Derneklere, federasyalara, onların başkanlarına da, baylarına da minnətdaram ki her zaman bizleri desteklediler ve bizlerin yanında oldular. Ve Türkiye'de benim geniş təbliğatımı aparan İmanlı Vatan Evladı Derneği'nin ve vakfinin başkanı Mustafa Nazilli Bey var ki benim kitaplarımın tanıdılmasında, Türkiye'de tanıdılmasında büyük hizmetleri var. Ona da buradan öz adımdan minnətdarlığımı bildireceğim. Ve bundan başka Türkiye'de bana destek olan Selçuk İnan Bey'e, Uzman Çavuşlar Global Akademinin rəhbəri Selçuk İnan Bey'e minnətdarlığımı bildirəm ki, hem kitaplarımın Türkiye'de nüfuzlu insanlara ulaşmasında hem Mustafa Bey hem Selçuk Bey büyük destekler verdiler. Ve hemsinin medyada tanıdılmasında, benim layihəmin ve kitaplarımın tanıdılmasında, Türk medyasında geniş yer ayrılmasında, ışıklandırılmasında bana her zaman destek oldular. Öz saytlarında ve medya kurumlarında minnətdarım. Sağ olun. Gözümün qabağına gəldikcə, gözümdən asılı olmayaraq indi bəlkə bəziləri düşünər ki, ya qorxurmu, ya nə tərdir, elə bil o şeylər gözümün qabağına gəldikcə, istər-istəməz həmən devir bir də yaşayıram. Özümdən asılı olmayaraq, bəzən stresə düşürəm bədənim üçün. Mən o epizoddan belə deyim, uzun danışmayacağım, elə xidmət devrimdən gedəcəm. 2014-də xidmətdəyim, insani hərb hissələrdə xidmət edərək, axırıncı xidmətimdə insani Yevlaq istiqamətində olub, o istiqamətdən döyüşə girmişəm, 2-ci taborla. Mən 10 ayaq da buyruqladım. Mən 250 nəfərlə girdim həmən
istiqamətdən, İncəçay istiqamətdən. Orada 50 nəfər salamat insan qalmadı deyək ki. Həmin başımızdan arteriya döydü. Yerdə mina töküldük. Itkimiz çox oldu. Bəxт qardaş vurğuladı ki, bəli, bizə bayraqdarların çox kömək oldu. Komandanı verilirdi, indi o hərbiçi taktikasıdır. Komandanı verilirdi, bunun 13 istiqamətini vur. Rabitədə. Həmən istiqaməti vururdum, bir də vururdum, 9 istiqamətdən çıxdı sana mərmi çatdı. Bəlkə sən görə bilmirdin onu. Çünki alındıqca, yaxınlaşdıqca görürdük ki, o mövqeylər yerdən çıxırlar. Yerin altdan çıxır, o uğraşlar da bir öz sözündə çıxır, gəlirlər yerdən atır. Sən onu tuta bilmirsən, hər yer bozdur, otdur. Yəni payız ayının ot bozarmış halda. Onu görmək olmurdu. Bəli, bu bayraqdarlar bizə çox kömək elədi ki, biz çox irəlilədik. Yerlərini bildik, həmən istiqaməti vurduq. Mən onu vurğulayaram ki, mən özümdən deyim. Mən döyüşdə yaralandım saat 14:00-da deyək ki, yerin mövqeyim pis olduğuna görə heç bir yoldaş yanı yaxınlaşıb götürə bilmədi. 14:00-da yaralanan adam Namiyot qəlbəsinə düşkənəm. Mən gecə saat 12-də çıxartdılar. Öz qrup yoldaşım çıxartdı. Xidmətdədir, hal-hazırda Allah kömək olsun. Hər birinin. Səs gəldi, mən özümə konkret belə deyim, açıq özümə qıymaq istədim ki, rəsir düşməyim də, silahı çevirdim özümü vurmağa. Mən dinlətdiyən dördüm, səs bizimkilərin səsidir. İndi bilən o yoldaş xidmətdədir, xidmətdə ağa evimin var idi, bizdə min var. Bunun səsini duydum, çağırdım, mən emindirdim. Mən oradan götür, gördüm deyə, yox, mən girə bilmərəm o istiqamətə, pis yerdədir o. Həmən yoldaş dedi, gedib o ölmüysə, dedi, saat plan vaxtdan yaralanırdı. Mən dedi, gedib ölsəm də onun yanına onu çıxardacaq. İndi 10 dəqiqə çəkdi, 15 dəqiqə çəkdi, bilmədim. Bir dördüm gəldi, böyrümə çıxdı, həmən insan. Allah ömür versin, xidmətində daimi can sağlığı arzulayıram. Bəli, vətəni biz qorumazsaq, biz oğullar qorumazsaq, vətən öndən başlayır, arxada ana, ata belə, yəni birinci ön cəhbədir. Qorunmalıdır ki, düşmən vətəni basmasın. Uzun danışmayacağım, hər nəysə, gətdi mən çıxardı, o ki, məni xəstəxana özümdən danışırım, gecə saat 2-də çatdırdılar xəstəxana. Onlar kimi şundadır, bir dəfə ölüb, yəni dirilmişəm, o böyük qızımın səsinə dirildim. Gördüm, kişiləri ki, nata, yatma, dur. Nə vaxt, indi qan itirmişəm, şoka düşmüşəm. İllə gördüm, çığırır da indi. Ata, yatma, demirəm, dur, deyin. Duranda gördüm, qan göllənib, yaradan. Yerə çökək bir yer seçmişəm də, mövqeyi yaralı. Səsi eşitdim, elə çağırdım ki, gəldi, götdü, çıxartdı. Mənim salamat qalmalığımı o kişiyə borçluyam. Sağ olsun, var olsun. Buradan da onu salamlayırıq. Bəli, o kişiyə borçluyam. Hər birinizə can sağlığı, qardaşa bəxt edirəm. Xidmətində, yazarında qurlar edirəm. Çox sağ olun. Çox sağ olun. Allah bir daha üstün göstərməsin, kədər göstərməsin. Bir daha çox sağ olun gəldiyiniz üçün, iştirak etdiyiniz üçün teşekkür Və edirəm. qeyd edək ki, bu tarixdə ilk zəfərdir ki, dronlar vasitəsilə həyata keçirilir. Və belə bir zəfər tarixdə tək bizə məxsusdur. Və biz bununla qürur hissi duymalıyız. Bizim belə iki oğullarımız var. Biz onlarla qürur hissi duyuruq. Bəli, biz Allah onlarla fəxr ömründən edirik. razı olsun. Bütün dövlətlərdə, millətlərdə bilirsiniz ki, müharibələr gedir, amma qısa müddət ərzində Biz elə bil torpaq almaq. Azərbaycan hərb tarixində ilk dron müharibəsinə imza İmza. atmaqdan biz də çıxmışıq. Maşallah. İgidlərin, qəhrəmanların sayəsində. Bir daha çox sağ olun, var olun. Qeyd etdiyimiz kimi Etibar Həsənzadə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Könlümə söhbət, duyğular dinsin, gecikmiş etiraf, bir həyat romanı, sevgi bəstəsi, Nurla gəldi, Nurla yaşadı, Nurla getdi. Mən şəhid olacam ana, Eşqin heykəli adlı kitabların zaten müəllifidir. Bundan əlavə müharibə yolunda isə digər vətənə olan sevgisini Vətən uğrunda kitabını ərsəyə gətirdi. Sonra Zəfərlərə doğru kitabını ərsəyə gətirdi və 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən
Kesişən Yollar adlı kitabı isə Mədəniyyət Nazirliyimizin təşəbbüsü ilə nəşr olunub. Münasibətdə də sənə bir daha qələminə qüvvət, ürəyinə güc, sənə sağcan arzu edirik. Növbəti görüşümüz inşallah bundan da böyük yerlərdə olsun. Daha İnşallah. yaxşı mədəniyyət idarələrində, daha yaxşı saraylarda, daha möhtəşəm binalarda həyata keçsin. Bugün 10 nəfər olmağımıza baxmayaraq, günlər o günlər olsun. Növbəti kitabın təqdimatında 1000 nəfər səni izləsin. 1000 nəfər səni dinləsin. Təşəkkür edirik sənə bu gözəl təşəbbüslərin üçün. Bir daha sənə uğurlar arzu edirik. Yolun işıqlı, nurlu olsun Allah deyirik. razı olsun. Və qazilərimiz sizə təşəkkür edirik. Çox sağ olun. Və qazilərimizlə kitabları tutaraq şəkillər çəkdirək. Böyük məmnuniyyətlə. Şabilə. Bizim etibarla bu da mehribanlaşasınız siz.